Salamlayıram sizlərə, mən şəxsiniz Heydər Hüseynli Azərbaycan Konferans Liqasında 4'te 1 final mərhələsində daha bir oyunu Hamamlı və Alfa komandaları qarşılaşır. Oyuncular görüşərkən biz də olaraq heyətlərlə sizləri tanış edəcəyik. Biraz sonra. Və oyunun hakiminin start fiti səsləndirildi uğurlar hər iki komandaya. Bol qollu, ədalətli, gözəl bir maç diləyilə. NFL olaraq meydanda mübarizə aparır göylü formada Hamamlı komandası, qırmızılı narıncılı formada isə Alfa komandası. Asif ara ötürməsi Enar istiqamətində qarşılandı top. Etirazlar var. İndi Roman Qıtırov zərbə endirdi, top qapıdan yan keçir. Marvel iti bucaqdan zərbə, top qapıdan yan keçdi. Bəli, indi heyətlərlə sizlərə tanış edə bilərik. Hamamlı komandasının heyətləri belədir. Kapitan Narman Məmmədov, qalkiper Hafiz, Eşkin, Marvel, Roman, Asif, Enar, Hüseyin və Elmar. Alfa komandasının heyətləri belədir. Qapıda biri Elvin, Təbriz, Şamil, Fuad Piriyev, İlham Mirzəyev və Eldar Mirzəyev. Və bir də Elvin Cahangirli bugün heyətdə yer alırlar. Elanın ötürməsi keçmir. David Cəhd yenə də qarşılandı. Asif Eşkindən sağ Marvel ötürməsi yenədən Eşkinə. Eşkin zərbə geri təqdi. Görsənir o. Hafiz, Roman, Asif, gəlişinə zərbəcət top qapına yan keçir. Liqalara qatılmaq istəyənlər, bu arada yay turniri başlayacaq, böyük bir turnir keçiriləcək, çox maraqlı bir turnir. Hazırlıqlar görülür, reklam işləri hazırlanır. May ayına qədər, may ayında uzağı iyunun əvvəli, mayın sonları artıq start götürəcək. Əgər qatılmaq istəyən komandalar varsa, şəxsidə müraciət edə bilərlər. Bioqrafiyada nömrə var, orada da müraciət edə bilərlər. İlham Mirzəyev. Bu arada yeni qatılan izləyicilərin nəzərinə çatdıraq. Qaraçuxur Aura stadionunda keçirilir. Oyunlar Azərbaycan Konferans Liqasında 4'te 1 final mərhələsinin ilk oyunudur. Göylü formada Hamamlı komandası, qırmızılı narıncılı formada isə Alfa komandası mübarizə aparır. Qolsuz bərabərliyi var maçın iç dəqiqələrində. Asif geriyə doğru ötürmə və out. Birbaşa ilə birinci oyunda da bildirmişdim, elə YouTube çəkilişini saxlamadan bildirəcəm. Azərbaycan çempionlar, Azərbaycan Avroliqa və Azərbaycan Konferans Liqasının iştirakçıları, oyuncuları, rəhbər heyətləri, kapitan və komanda heyətləri. Burada canlı yayımda olanlar var, bilirəm, liqalarda iştirak edənlər. Bildirirdilər canlı yayım. Al sizə canlı yayım aylar sonra. İndi aktivliyi gözləyirəm. Baxaq görək olacaq mı aktivlik və Eşkin Hamamlı komandasını önə çıxardır. Yoxsa Roman Xıdırov mu son anda toxunu çəkdi? Qədər məmalı yallar. Bəli, Roman Xıdırov yüngül bir toxunu çəkdi orada. Özü də bildirdi, mən deyəm.
Yeni gələnlər canlı yayıma hər biriniz xoş gəlib. Səfa gətirmişsiniz yayımda paylaşımı və bəyənini əsirgəməyək, sürətləndirək zəhmət olmasa yoldaşlar. Mən bu canlı yayımı aylardır ləğv eləmişdim, istəmirdim. Çünki pasiv olanda canlı yayım, mən də motivasiyadan düşürəm. Bu mənim şərhimə də təsir edir, həqiqətən də. Sizi də cavablandırıram, edirəm. Amma əziyyətinizi görmürəm, bizim əziyyəti dəyərləndirməyi görmürəm. Amma bu əziyyət dəyərlənəndə, sizin də əziyyətinizi görəndə, istəyinizi görəndə o zaman mənə motivasiya gəlir və şərhim də yaxşı olur. Açdıq, yenidən canlılara qayıtdıq. Baxaq görək necə bir aktivlik olacaq sizlərdən. Bu arada reydlər uğurlandı və kapitan Şamil 1-1 edir hesabı. Alfa tarazlığı bərpa etdi. Və bu arada o aktivlik, burada atışlardan söhbət getmir. Atış lazım deyil. Bir tək maksimal arzu olunan beni sevlərdir. Bir jetonlu və salam. Paylaşım yayımda və bəyəni etmək lazımdır. Bu rica olunur, xahiş olunur və salam. Uzun ötürmə başla qarşılanır müdafiəçilər tərəfindən out. Bu liqada bu arada süfdən gözəl zərbə gəlir. Goalkeeper dəf etdi. Elfin qapısına diqqətlidir. Bu liqada burada keçirilən Çempionlar Liqasında liqanın ən yaxşı qapıcısı seçildi. 16 yaşında goalkeeper Yusif Yusifli. Yəni bu yaşda da qatılanlar var. Çox istedadlı qapıcıdır. Həm də komandası Azərbaycan Çempionlar Liqasında çempion oldu. Spartak komandasının heyətində çıxış edir Yusif. Qapısını qoruyur. Bu arada Hafiz çıxışda səhvsiz idi. İndisə bir qədər oyuna qaydaq. Roman Xıdırov. Fərq etmir. Bacarırsansa qatıl meydana. Yaş həddi yoxdur. Enar standart vəziyyəti yerinə yetirir. Asif ötürmə Enara. Enardan yaxın altılığa zərbə dəf olunur. Enar topladı. Təzyiq var ona. Hafiz ötürməsi uğursuz alınır. İlham sağ sınaqla oynadı. Ethem Mirzəyev. İlham Mirzəyev ötürmə Elfinə. Çəkdi sağ ayağına. Onun da qüvvətli zərbələri var. Daha bir reyd etdi amma Enar. Aldı amma da onun bu reydinə ekstrem əmrəsində Hamamlı komandasından sağsına ötürmə əmrəsi İlhamdan keçmədi. İlham texnikal oyunculuğu bu dəfə texnikasını işə saldı. Uğurlandı cəhdi. Mustafayev topladı. Təbriz irəliyir sağ sınaqla. Ötürmə cəlmə meydan sahasına. Marvel'dan ötürmə keçmir. Roman Xıdırov. Saxlayır Haşim oyuna. Qayda pozulub Roman tərəfindən. Yeni gələn izləyicilərin nəzərinə çatdıraq. Qaraçıxırov Aura stadionunda keçirilən Azərbaycan Konferans Liqasının 4-1 final mərhələsinin ilk oyunudur. Göylü formada Hamamlı komandasının arancalı, qırmızılı formada isə Alfa komandası meydanda mübarizə aparır. Bir-birlik bərabərliyi var ilk hissənin 10-cu dəqiqəsində. Zərf endirildi, Hafiz yerindədir. İlham. Marvel, solsuna ötürmə, Eşkin. Sınaq dəyişir Asif.
Yusuf İsmailov seçdi, sağ ayağına indirir zərbəni Elvin, qapıda diqqətlidir. Enar. Elmar. Blok qoyuldu zərbəyə. Daha bir zərbə top qapına yan keçdi. Motivasiyadan sağlar məni. Belə olanda. Eldar. Eldar Mirziyev sağ sınaqla oynayır. Gəlişin Elfindən zərbə bloklanır. Və out. Enar topla. Qeyri-dəqiq bir ötürmə istədi ondan Elfin. Təbriz. Birdən sağsına ötürmə. Tamamilə geriyə çəkildilər. Batpriyev. Elfin Cangirli. Alt qazanır. Alt. Şamil. Marvel. Zeyn, ay, İsmailov. Ara ötürməsi çox yaxşı alındı. Enar başla uzaqlaşdırır. Out. Fuat. Özün aylı oynadı. Elfin. Qarşısında Elmar var. Arzu olmaz viziyatı uğurlanır. Elfindən zərbə isə qeyri-dəqiqdə yaxın küncə. İzləyicilərdən liga haqqında maraqlananlar var. Bir qədər daha yeni gələn izləyicilərin nəzərinə çatdıraq. Bu arada Enardan zərbə tor yanması işələndi. Qaraçuxur Avro stadionunda keçirilən Azərbaycan Konferans Liqasının 4-1 final mərhələsi də ilk oyunlardır. Göylü formada Hamamlı komandası, qırmızılı, narıncılı formada isə Alfa komandası mübarizə aparır. İlk sənə 13-cü dəqiqəsində keçid alır. 1-1'lik bərabərliyi var oyunda. Və bu arada Enar topu dora qavuşturur. Hamamlı komandası minimal fərqlə önə çıxdı. 2-1. Bu dəfə Enarın cəhdi uğurlu alınır. Qaliblərə pul mükafatları, bombardirlərə, ən yaxşı qapçılara falan mükafatlar, medallar, kubok, sertifikatlar, diplomlar təqdim olunur. Ara ötürməsi Marvel'dan çox yaxşı alınır. Lakin Elmar'ın ötürməsi heç yaxşı alınmalı. Əgər komandamız varsa, liqalara qatılmaq istəyirsə, bu arada yay turniri başlayacaq. Elə bir turnir ki, o mütləq şəkildə bu turnirlər Azərbaycan Konferans Liqası, Avroliqa və Çempionlar Liqası Bakıya əməli başlı səs saldı. O turnir isə məncə Azərbaycana səs salacaq bu yay. Reklam işləri, hazırlıqları gedir. May ayının sonları, iyunun əvvəlləri o turnir start götürəcək. Böyük bir liqa olacaq. Qatılmaq istəyən komandası varsa, öz komandasına güvənən varsa, biografidə nömrə var. Şəxsiyə də yaza bilərsiniz, yönləndirə bilərik. Fikri ciddi olanlara zəhmət olmasa müraciət etsin. Oyunlar Qaraçuxur Avro stadionunda keçiriləcək. Nəzərinizdə olsun. Bəli, əvəzkar turnirdə. İndi oyuna qayıdaq. Eldar ötürmə sağsına. Elfin. Alfadan hücum əmrəsi. Elfinin zərbəsi hafizdə. Fedir qaydan top. Gol! 2-2. Elfin ikinci cəhdində ikinci qolu gətirir. Maç yerdən başlayır ilk sənə 15-ci dəqiqəsində. Bu maç hal-hazırda play-off maçlarıdır. 4-1 final mərhələsidir.
2-2-dir hesab, bərabərdir. Hamamlı və Alfa komandalarının mübarizəsində. Təbriz keçmədə ötürməsi. Elmar top qapıdan yan keçir. Sarı vərgə. Nasir İsmailovun pasivini Hakimə qarşı sərt etirazlarına görə. Elfin. Eldar. Alp. İntən Elfin. Eldar. Eldar Mirzəyev. Bitirdi topu o epizodda. Yəni top meydanda saxlaya bilmədi. Hüseyin topladı. Elmar qəbul etdi. Bax indi Elfin amansız təzyiqi yenə də davam edir. Bir ayaq saxladı. Gözlədi komanda yoldaşlarından kimsə gələcəyini. Enarın müdaxiləsi Təbrizə mane olur. İlham Mirzəyev. Təbriz Mustafayev də oynadı. İndi İlham. İlham zərbə mövqeyi axtardı, indirdi zərbə. Dirək mane olur qola. Sağ saha. Fuat. Zərbə qapının üzərindən keçir. Hafizin uzun ötürməsi. Fuat qarşılayır. Hətta ötürmə alındı. Top havamılda. Elmar. Roman Xıdırov. Yenidən Elmar. Blok qoyuldu zərbəyə. Asif İsmailov. Bu dəfə Şamil. Ondan top almağa bacarır. Topun ötürməsi yaxşı oldu Elmardan. Asif İsmailov. İsmailov cüssəsi ilə qoruyur topu. Bax indi Elfin uğurladı top ondan. Qayla ponçu varmı? Üstünlük prinsipə əməli oldu. Amansız bir mübarizə var. Bir anlıq gərginləşdi, sərtləşdi oyun. Alt yerinə yetirilir. Bir daha fürsətdən istifadə edərək izləyicilərin nəzərinə çatdıraq. Yeni gələnlərin Qaraçuxur Avro stadionda keçirilən Azərbaycan Konferans Liqası turnirinin 4-1 final mərhələsinin ilk oyunlarıdır. Göylü formada Hamamlı komandası, qırmızılı, narıncılı formada isə Alfa komandası mübarizə aparır. İlk hissədən 18-ci dəqiqəsində keçid alırıq yavaş-yavaş. 2-2'lik bərabərliyi var. Səhifəmizi aramızda izləməyənlər varsa, ey gözəl insanlar, dəyərli izləyicilər, yuxarıda ekranın yuxarısında Haşhaştim yazısının yanında izləyin. Takip et butonu var, oradan səhifəni izləməyə alın. Canlı yayımlar aktiv olduqda bildirişdə gəlsin sizə. Üçüncüdən zərbə, bəli. Korner yerinə yetirilir. İlham Mirzəyev topun gerisinə keçdi. Nərman keçmədi. Elfin. Elfin. Reyd yaxşı alındı. Elfinlə qüvvətli zərbə. Çox təhlükəli alınmışdı. Qapının üzərindən keçir. Roman Xıdırov paralel ötürməsi ünvanına çatmır. Elmar. Enar. Ötürmə Nərman. Sağ saha. Enar gəlişinə zərbə top qapıdan yan keçir. Bənzətmə gedir. Elfin. Reydləri hələ ki oğlanları Elfin Cahangirli ötürmə ünvanına çatmadı. Enar ötürməyə qarşılanır indi Ekşi məmləsi. Alfa komandasına gələcəkdir. Bu dəfə isə Hamamlı komandası topu qazanır. Ekşisuma çıxmağa çalışır. Roman Xıdırov çətin vəziyyətdədir və penalti mi? Yox. Vara baxılacaq. Vara baxılacaq. Mütləq şəkildə top meydanı tərk edən kimi. Vara. 50 on qeyd alındı və vara müraciət olunur. Vara müraciət olunur.
Və vara müraciət olundu. İtirazlar da əvvəz yeri olmur. Hakim penalti nöqtəsini göstərdi. İşara gəldi. Eşkin yaxınlaşır, indirir zərbəni və topu bir cınaha, qapısını da bir cınaha göndərdi Eşkin. Tarazlıq pozulur, 3-2. Üç ele onu. Sıfırla daha sıfırla. Aha. Burada qalmaqal gərginlik tərəflər arasında. Burada cərimə zərbəsi yerinə yetirildi. Elfinin zərbəsi qalkiper üçün. Bəli, qarın nahiyəsinə tuş gəldi. Roman Xıdırov. O boş verdi. Fuat Elfin kəsə bilmədi rəqibini, itirdi topu da. Təbriz İlhamla oynadı. İlham Mirzəyev. Mirzəyev uğurlu reydanla sahasına ötürüb etdi. Fuadın zərbəsi. Daha doğrusu Eldar Mirzəyev idi bu. Və Eldar Mirzəyevdən zərbə. Qapının üzərinə keçir və bu zərbədən sonra ikisi yekunlaşır. Qısa fasilədən sonra ikinci hissədə görüşmə ümidi ilə hələlik. Bir dair vaxtınız xeyir olsun əziz futbol severlər. Artıq masada ikinci hissə start götürür. İlk hissəni Hamamlı komandasını 3-2 minimal üstünlüyü ilə yekunlaşdırdı. Qalifa ilə mübarizədə baxaq görək. 4-1 final mərhələsinin ilk oyununda cavab maçına qalib ayrılan tərəf hansı komanda olacaq? Hüseyin Hafiz Ciyakan ötürmə Asif İsmailov Asif İsmailov Roman Xıdırov hazır değildi. Heç hazır değildi bu ötürməyə. Bizə dəqiqə sizdən çıxartacam indi əmin izləyicini. Alt. Əhsən Asif yenə də fair play qaydalarına əməl edir. Nə baş verir? Hamı centilmenliyə edir. Hafiz. Uzun ötürmə Roman Xıdırova çatmır. Tez. Asifdən sağsına Eşkinin zərbəsinə blok qoyuldu. Enar sağsına Asif İsmailov. Altı yeni etirilir. Asif İsmailovdan sərt ötürməyə cərimə meydansasına toxmuş var rəqibdən. Out. Qaptan zərbə ilə top oyuna daxil olunur. Təbriz Mustafayev topladı. Fuat hava ötürməsi bir qədər sərgə saldı. Out. Roman Xıdırov taban ötürməsi klas 1 ötürməyi təlaşını vursanlar indi. Əksüm əmrəsi Elfin Cangirlidən sağsına ötürmə Hüseyin vaxtına müdaxilə edir. Out.
Gəlişinə zərbə İlham Mirzəyevdən top qapının üzərinə keçir. Və sərbəst zərbə qərarı gəlir. Təhlükəli oyun. Asif İsmailova qarşı. Şaray həlti, Asif ötürməkdə eşkin içər mühid alçasını ötürmə, lakin toxunuş yenə edə bilmədi Roman Xıdırov. Qaçdı fürsət. İlham Mirzəyev toplatı indi. Alfa komandasının hücum əmləsi istəyə bilərik. Mirzəyev. Ötürmə Eltara tamamilə geriyə çəkildi. Fuat. Top qalkiper Hafizdə. Sazına Enar. Qeyri deyik bir cəhd oldu. Out. Dabirara ötürməsi. İlham Mirzəyev Alfa komandası müdafiədən çıxmağa çalışır bu dəqiqələrdə. Mirzəyev mərkəzdə oynadı. Elfin Cankirli 3 nəfərin atəsindən sıyrılmağa çalışır və indi Enar ona qarşı qaydan pozub. Yazıblar. Təbriz. Elfin Hüseyin qayda pozmuyor Hakimin fikrincə. Asif İsmailov. Hamamlıdan hücum əmləsi. Çətin mövqedə İsmailov indi topu itirdi. Eksim əmləsi. Fuat Teş toxunuş götürmə Hüseyin vaxtında müdaxilə edir. Çox soyuqqanlı bir reyt oldu. İndi müdafiədən çıxır Hamamlı komandası. Solcunu ötürmə əldə Asif İsmailov. Ara ötürməsi keçmir. Altla davam edəcək hücumları. Enar. Top Elfində. İsmailova belə reytlər ələm keçmir. Zaten bu dəfə də uğurlu alım var. Elfin Cankirli tərəfindən Mirzəyev. Fuatın zərbəsi top. Qalkiper Hafizdə. Out. Şamil. Xıtırovun ötürməsi meydanı terk edir. Out. Hal-hazırda təşkilatçı da canlı yayımdadır. Öz səhifəsi ilə cavablandıracaq. Komandalar var, bildirişlər edir. İndi sizə geri dönüş olunacaq canlı yayımda ilə. Enar. Zidan sayağı dönüşlə taban ötürməsi etdi. Asif İsmailov. Top Hüseyində. Mərkəzdə Enardan tək toxunuş ötürmə Hüseyin. İndi Enar qüvvətli zərbələ malik oyunçudur və qayda pozulub. Təbriz Mustafayev tərəfindən Enara qarşı təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetiriləcək. Hesab fərqini bir qədər də artırmaq üçün əlverişli fürsətdir, əlverişli mövqedir. Roman Xıdırov top müqayəsində 2 nəfərdən ibarət canlı sət qurulub. Şamillə Təbrizi görür canlı sətdə. Hətta 3-cü oyuncu Elfin də yaxınlaşdı onlara. İşarə gəldi. Roman canlı sətdən qaydır top. Hafiz. Özün ağı boyunca bir ötürmə gəlmişdi. Təbriz Mustafayev qarşıladı ötürməni. Alfadan əksizom. Elfin yaxşı oldu reyti. Elfin təklifdə epizod yaranır və qalkiper Hafiz imkan vermədə boşla da zərbə gəldi top. Qapısıda qaldı. İndi sürətli əksizom əmləsi. Hamamlı komandasından eşkindən bir pauza gəlir. Ötürməsi olsun Asif İsmailov. İsmailov zərbə mövqeyi axtarı indirdi. Zərbənə top. Rəqibinə toxunaraq meydanı tərk edir. Korner. Bu arada top orada Enar. Enar duble imza atır. 4-2 etdi hesabı. Fərq 2 top olur. Eşin. İsmailov. İsmailovun zərbəsi Elfin dəf edir. Korner.
İndi ekstrema çıxır Elfin. Sürətli oyunçudur. Gözəl alıntı. Elfin Cankirli. Bir pauza gəldi ondan. Cankirli indirdi zərbəni. Top qapının üzərindən keçir. Enar. Hafiz. Risk etmək olmaz oldu. Bax indi top Təbrizə gəldi. İlham İlseyev. Balonda ondan. Elfin. Elfin və Hüseyin uzaqlaşdırdı. Götürmə gəldi. Təbriz Mustafayev. Zərbə. Heç də yaxşı alınmadı. Top ayağına oturmadı bir növ. İsmailov. Bir reyl gəldi ondan. Sağ üstünə ötürmə. Roman Xıdırov. Çata bilmədi bu ötürməyə. Bu da qarşı oldu. Fuat. Elfin. Top yenidən Fuat'ta. Mirseyev. Top ikisi var idi İlhamla və Hafiz indi riskli hərəkətlər ondan altı yollanır top. Gelmişti Hə. Nöqtələr atıb ora. Şamil. Uzun ötürmə Marvel başla qarşıladı Asif. İlham İlseyev topu aldı ondan. İlham. Şamil Abdullayev. Elfin Cankirliyə dəqiq götürmə alınır. Fuat indirir zərbəni, top qapıdan yan keçdi. 4-1 final mərhələsindəyik. 4-1-in ilk oyunudur. Göylü formada Hamamlı komandası 4-3 hesabı ilə ikinci hissədə öndədir. Qırmızılı narıncılı formada olan Alfa komandası ilə mübarizədə. Elfin Cankirli. Mirzəyevin yaxın küncə zərbəsi Hafiz dəf etdi. Hüseyin topladı. Uzun ötürmə müdafiə arxasına doğru. Enar təzyiq topu qazandırır. Hətta korner qazanırlar. Elmardan da zərbə gəlir. Toxunuş var. Digər sınaqdan korner. Zəhmət olmasa. Roman Xıdırov. Ötürməsi keçmir. Həllici hissənin yekunlaşmasına son 11 dəqiqə. 11 dəqiqə ərzində baxaq görək Göylü formada olan Hamamlı komandası 4-2 üstünlüklərini qoruya biləcəkmi, yoxsa Alfa? Qırmızılı formada olan Alfa komandası geri dönüş edə biləcəkmi? 4-1 final mərhələsinin ilk oyununda korner. Roman Xıdırov topun gerisində. Türmə qarşılantı. Marvel sanki zərbə indirdi qapıya. Cankirli Abdullayev ötürmə dəqiqdi. Fuat. Son toxunuş Enardan da out. Elvin. İndi Hüseyin imkan vermədi rəqibinə.
Elfinin qarşısına hələm-hələm almaq asan deyil. Və Elmarın pasına sarı vergə. Bəli, 1 metr məsafə verməlidir ən azı zənnimcə. Qaydalara əsasən vermədikdə o məsafəni sarı vergə ilə cəzalandırılır oyuncu. 6 yerinə yetirilərkən. Elmar. İlham. Enar topla. Sağ Roman, Elmar ötürmələri yaxşı alınır, indirdi zərbəli Elfinin reaksiyası yaxşı alınır falan. Və zərbə qapının üzərindən keçir. Şamil mərkəzdə oynadı. Elfin top qəbulunda bir qədər səhvə yol verdi. Elmar qeyri-dəqiq zərbə indirir. Bir daha nəzərə çatdıracaq və cavab gəldi. Elmar. Ara ötürməsi. Nərman. Yaxşı düşünmüşdü Elmar. Nərman Məmmədovu. Amma bu fürsəti qola çevirə bilmədi kapitan. Marvel. Enar. Nərman. Yenidən Enar. Bir qədər onun gerisinə doğru oldu. Ötürməyə çatdırdı özünü. Marvel. Marvel. Yaxın küncə zərbə top qapının yan keçir. Elfin Cankirli. Out qazandı. Şamil topla. Enarın ötürməsi geridə qaldı. Şamil Abdullayev. İndi top Enarda. Nərmanın önünə doğru daha bir ötürmə. Məmmədovdan Elmar və gol 5-2. Top ortada. Fərqi 3 top olur. Eldar. Son topluş Eldar'dandı. Nərman. Elmar zərbə qapı tilinə meydan tərk edir. Elfin. Ne oldu? Elfin Cankirli. Korner. Çatdırar yoldaşlar zəhmət olmasa canına. Elfin Cankirlinin ötürməsi uğursuz olur. Qaptan zərbə. Strategiyalar get-gedə azalır. Nərman Məmmədov topanla təhlükəli bir zərbə indirmişdi. Elmar. İndə Nərman. Bir daha Elmar. Bu dəfə Elfin aman vermədi Elmara.
Gün zərbəsi. Out. İlham ara ötürməsi gəldiğində Fuat təklif epizodlatı. Oy oy oy, nə baş verdi. Fuat zədə alır. Enar Elfini gerdə qoydu. Nərman. Elmar bir daha Nərmanla oynadı. Məmmədov, Elmar zərbə mövqeyi axtarırlar. İmkan vermir müdafiəçilə tavan ötürməsi. Baxın ötürmə zamanı Nərman bu dəfə səhvə yol verdi. Out. Fuat 2 nəfər atəsindən çıxır və top tordadır 5-3. Fərqi 2 top olur Fuat tərəfindən. Hafiz. Hüseyin. Out. Hüseyin'den uzun ötürmə. Kapitan başla qarşılayır. Elfin. Kesmədə ötürmə amma indi çatdırır özünü Elfin Cangirli. Lakin qalkiper Hafiz cüssəsi ilə onun qarşısını aldı. Roman Xıdırov. Eşkin indirir zərbəni Elfin diqqətlidir qapısında. Korner. Elfi, davası İlhamdır bu. Eşkin. Topu özündə saxlayıb ötürmə Roman Xıdırova. Xıdırov toponda qaldı. Çətin mövqedəydi. Daban ötürməsi etmişdi. İndi yenidən Roman 2 nəfər əhatəsində topu itirir. İndi 2 eşik gəliblər. Eldar yaxın künc bağlıydı qalkiper tərəfindən. Korner. İlham Mirzəyev. Yaxın altılığa planlaşdırılmış zərbədə qeyri-dəqiqliyi var. Qaptan zərbə. Marvel. Roman Xıdırov. İstədiyi kimi ram edə bilmədi topu. İlham Mirzəyev. Öz komanda yoldaşlarına irəliyə atılmaqlarını işarə edir. İlham Elfini düşündü. Roman Xıdırov oxudu onun edəcəyini. Xıdırov sıyrılar bir rəqibindən zərbə yaxın küncə. Tor yandan silkələnir. Şamil. Təbriz. Elfin təzyiq göstərir. Eşkin Elfinə qarşı sıyrılmağa çalışdı. Ötürməkdə Fuata. Şamil təhlükəli gəliblər. Alfa komandası boş qapıdan çıxartdılar topu. Marvel boş qapıdan çıxardır topu. Hafiz nə etmək istəyirdi burada? Ayası boşdur. Eşkinə. Hüseyin qoşuldu sol sanatdan. David yaxın ötürmə yaxşı gördü Roman Xıdırov Hüseyin. Eşkin indirir zərbə. Korner. Son hücum həmləsi. Bu üçün zərbəsindən sonra yəqin ki final fiti gələcək. Asif İsmailov sağsına Marvel. Kesti bir rəqibinə Marvel. Ötürmə zərbəmin əsasına Asif İsmailov. Outla davam edəcək. Eşkin. Üçüncüdən zərbə. Son saniyələrdir. Son saniyələrdir masa. Hüseyin gəlişinə zərbə. Out yox. Bu dəfə oyunun hakimi final fitini səsləndirir. 4-1 final mərhələsinin ilk oyununda Hamanlı komandası 500 hesabıyla
qalib gələrək cavab oyununa daha əmin, daha üstün tərəf ayrılır. Bax görək, cavab maçında Alfa komandası bu maçda, cavab oyunu maçında geri dönüş əmrəsi uğurlu olacaqmı? Zamanla bunun şahidi olacaq. Biz də reportajımızı bu oyundan da sona çatdırırıq. Oyun boyunca sizlə mən idim. Şəhrinizə İdər Hüseynli. Növbəti maçlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.